Bundan ötürü də peyvəndləri ilə qorunması mümkün olan infeksion xəstəliklərdə peyvəndləri tövsiyə edirik ki, hansı ki, milli pediatrik təqvimə uyğun olaraq bu peyvənd təqvimi tətbiq edilməlidir və yaxud da ki, digər peyvəndlərlə qorunması mümkün olmayan infeksion, istər viral, istərsə bakterial, bu xəstəliklərdə isə diaqnostikanın vaxtında edilməsi və doğru müalicə çox vacibdir. Bəzən valideynlərdə biz nə görürük? Öz başına səp gedir, maz çəkir, ya da ki, infeksion xəstəlikdə hormon mazı çəkir, düşünür ki, bu allergiyadır, ya da ki, gerpesdə yetərsiz müalicə verir uşağına, ya da ki, dəri infeksion xəstəliyi var, molluskus dediyimiz, bu virusların nəticəsində dəriyə daxil olaraq orqanizmdə yayılıcı səpkilərlə özünü göstərir. Məsələn, bu uşaqlara istər immun defisitinin aşkarlanması baxımından, istərsə də sağlam rutin müayinəsini izləmək baxımından mütləq surətdə pediatri infeksiyonistin rəyi çox önəmlidir və ümumiyyətlə beynəlxalq inkişaf etmiş ölkələrdə pediatri infeksiyonistin rəyi olmadan antibiotik istifadə edilmir. Məsələn, bir pediatr belə antibiotik sayını məhdud sayda icazə verilir ki, məsələn, bir pediatr tutaq ki, il ərzində 3000-dən artıq bu qrupa antibiotik verə bilməz. Ya da ki, yanaşı ikili, üçlü antibiotik təyinat verirsə, mütləq infeksiyonistin rəyini götürərək antibiotik təyinatı verilməlidir.